baxaq 23-cü suala. Deyir ki, RS bərabərdir D çevrənin diametrinə. RS bərabərdir D-yə. P2 və TOC diametrə paralel vətərlərdir. Və P2 bərabərdir TO-ya. P2 bərabərdir TO-ya. O da bərabərdir 4/3 D-yə, yəni 4/3 diametrə. Vətərlər arasındakı məsafəni D ilə ifadə edin. Vətərlər arasında məsafəni çəkək. Bura bir O nöqtəsi olsun. Mərkəzdən vətərə çəkilən perpendikulyar onu 2 bərabər hissəyə bölür. Onda P2 və TO-nun uzunluğu 4/3-dürsə, bir M yazaq, bir N yazaq. Onda PM-in uzunluğu olacaq 4/3-ün yarısı, yəni olsun 8-də 3D, 800D. Və bizdən MM məsafəsini istəyir. Biz MM məsafəsini tapmaq üçün bilirik ki, bərabər vətərlər arasındakı məsafələr də, yəni mərkəzdə olan məsafələr bərabərdir. Yəni MO bərabərdir ON-ə, o da bərabərdir MM böl 2-yə. Biz MO-nu tapıb 2-yə vursaq, MN-in uzunluğunu tapmış olacaq. Birinci neyiniyək? Çevrənin radiusunu da çəkək. P ilə OP-ni də çəkək və buradan yaranan düzbucaqlı üçbucaqdan istifadə edək. Yarandı bizdə bu düzbucaqlı üçbucaq. Bundan istifadə edək. Deməli, OP radiusdur. Radiusda çevrə diametr verilibsə, radiusda D-nin yarısı olacaq. D bölü 2. Onda bu üçbucaqda, düzbucaqlı üçbucaqda Pifaqordan istifadə edib MO-nu tapaq. MO-nun kvadratı bərabərdir OP-nin kvadratı çıxılsın PM-in kvadratına. Bu da eləyəcək ki, OP neçədir? 2-də D-dir, onda kvadrat 4D kvadratı çıxılsın. PM-də 8-3D-dir, o deyəcək 64-də 9D kvadratı. Bu da eləyir 64-də 7D kvadratı. Onda MO-nun kvadratı 64-də 7D kvadratdırsa, bu hissəni silim, bizə lazım deyil hələ ki bu hissə. Onda MO-nun özü olacaq kök 7D böl 8-ə. Kök 7D böl 8-ə. Bizə də MN-i soruşurdusa, MN də bərabərdir 2MO-ya. Yəni 2 dənə olacaq 8-də 2 kök 7D. Bununla da bu ixtisar gedər, qalır kök 7D. Silək bu hissəni. Aha. Cavaba baxaq. Kök 7D böl 4 olacaq. İxtisar gedəndən sonra. O da olacaq D bəndi. Baxıram 24-cü suala. AB, AC mərkəzi O olan çevrənin toxunanları BAC bucağı 60 dərəcədir. AO 24 cm olarsa BNC qövsünün uzunluğunu tapın. Bizdən BNC qövsünün uzunluğunu soruşur. AO 24 cm-dır, BAC bucağı da 60-dır. Biz demişdik ki, A-dan O-ya, O-dan kesi, mərkəzdən kesi, onda AO tənbələn olur. Tənbələn olduğunu ki, bucağı yarıya böləcək 30 dərəcə, 30 dərəcəyə. Və bizdə AO-nun uzunluğu da verilib 24. Biz qövsün uzunluğunu tapmaq üçün deməli radiusu bilməliyik və mərkəzi bucağı bilməliyik. Buna görə birinci radiusu çəkirəm. Radiuslar çəkdimsə perpendikulyar olur. Burada yaranan düzbucaqlı üçbucağa baxsaq, AOB düzbucaqlı üçbucağına baxaq. Deməli, üçbucaq AOB-yə baxaq. AOB-də 30-un qarşısındakı, yəni katet R, hipotenuzun yarısı olur. Yəni R AO-nun yarısıdır. AO-muz da bizim 24-dür. 24-ün yarısı olacaq 12. Deməli, radiusu 12 tapdıq. Və bizə BNC qövsünün uzunluğunu tapmaq üçün bir də mərkəzi bucaq lazımdır. Yəni, bu qövsün BNC qövsünün dərəcəsini tapırsa, deməli, bizə bu bucaq lazımdır. Bunun üçün biz demişdik ki, iki toxunan arasındakı bucaqla baxaq. Bu 60-dırsa, onda bu bucaq olacaq neçə? 120 dərəcə. 120. Çünki 90, 90, 180, onda A ilə O bucağı da cəmi 180 dərəcə olmalıdır, olacaq 120 dərəcə. 120-dirsə 120-nin bu bucaqda olacaq 360-dan 120 çıxanda 240 dərəcə. Deməli, bizdə BOC bucağı da olacaq
BOC olacaq bu hissə. Bu hissədə olacaq 120 dərəcə. Bu hissə olacaq 120 dərəcə. Onda həmin bu mərkəzi bucağa, böyük mərkəzi bucağa uyğun qövsün dərəcə ölçüsünü tapsaq, yəni BNC qövsünün daha doğrusu uzunluğunu tapsaq, pi r bölü 180 vur alfa. Pi r'imiz bizim 12'dir. 12 bölü 180 vur alfamız da 240 tapdıq. Yəni BNC bizdən böyük major qövsün uzunluğunu istəyir. Ona görə ona da uyğun bucaq 240 dərəcədir. Sıfırları ataq. 18-dən 6 x gedər 3, 6 x gedər 4. Bu 1, 4 eləyər 16 pi. Baxaq 25-ci suala. Deyir çevirənin diametri vətərlə kəsişərək bu vətəri 3 və 7 sm olan hisslərə bölür. Bura kəsişmə nöqtəsində bir k yazaq. Bu 3 olsun, bu da 7 olsun. Hissələrə bölür. Və çevrənin mərkəzindən vətərə qədər olan məsafə 2-dir. Çevrənin mərkəzindən vətərə qədər olan məsafə deyəndə bura bir mərkəzdən vətərə qədər. Belə bir xətt çəkək. Bu 2-dir. Biz demişik ki, mərkəzdən vətərə qədər məsafə deyəndə həmin vətəri 2 bərabər hissəyə bölür. Yəni vətərin CD vətərinin uzunluğu 10'dur. Burada bir el yazaq. 10. Onda deməli CL bərabər olur LD-yə, o da bərabər olur 5-ə. 5-dirsə 5-də. Buranı silim hələ ki. Buradakı məsafə 5-dir. Ümumi 7 idi deyə bu hissədə qalır 2. 2. Baxsaq burada yarandı bir. Burada K nöqtəsi idi. KO L üçbucağı. KO L üçbucağı düz bucaqlı üçbucaqdır. Özü də bərabər yəni düz bucaqlı üçbucaqdır. Çünki katetləri 2-dir. Baxsaq bu katetdə 2-dir, bu katetdə 2-dir. Onda o kad olacaq 2 kök 2. Çünki bərabər yəni düz bucaqlı üçbucaqdır. Hipotenuz katetin kök 2 mislidir. Burada amma bizdən vətərlə diametr arasında iti bucağı istəyir. Onda bu bərabər yəni düz bucaqlı üçbucağından 45, burada 45 olacaq. Bizdən nə bucağı istəyirdi, o da 45 dərəcə. Baxaq 27-ci suala. ABCD düz bucaqlısı və onun üst tərəfinə toxunan 2 çevrə verilmişdir. AD 36 olarsa AD 36. Çevrələrin kəsişmə nöqtəsi məsafə 12 olarsa AB-ni tapın. Bizdən AB-ni istəyir. 2 çevrə verilib. Çevrələrə baxsaq, burada məsəl üçün bu çəksəm çevrənin diametri olur. Eyni tərəfdən bunu da çəksəm bu xətti çevrənin diametri olur. Deməli, diametrlə bərabər olan çevrələr bir-birinə bərabər olur. Bu çevrələr bir-birinə konqruentdir. Yəni bərabərdir. Konqruentdirsə onda buradan çəkilən xətt, deməli bu xəttdir. Bunu tam çəksək, bir saniyə. Bunu tam çəksək, bu düzbucaqlının uzunluğu 2 bərabər hissəyə bölünər. AD 18 isə bura bir K yazaq, burada bir M yazaq. Onda AM olacaq 18, MD də olacaq 18. Belə. Bura bir T yazaq, burada bir L yazaq. TL'in də uzunluğu 12-dir. Çevrənin mərkəzi nöqtəsini qeyd edirəm. Deməli, bu OT bizdə radiusdur və O'dan T'yə, MT-yə bir dənə çəksək, deməli, mərkəzdən çəkildiyi üçün TL vətərini 2 bərabər hissəyə böləcək. Olacaq 6, 6, burada 6. Eyni zamanda. Rəngi də dəyişim, deməli, burada 6 oldu, burada 6 oldu. İndi baxaq. OR radiusdur. Bu ümumi A-dan M-ə qədər məsafə 18-dir. 18 isə bu tərəfdə bizdə O nöqtəsindən. 18 isə bu da radiusdur. Onda bu qalan bu hissə burada bir nə yazaq? Bir dənə F yazaq. Onda OF hissəsi, OF hissəsi 18 çıxır olacaq. Çünki buradan ümumi məsafə 18-dirsə, bir dənə silim yenə göstərim.
Bu məsafə ümumi 18 isə buradan bura qədər məsafə OR-dirsə, onda OF məsafəsinə də 18 çıxır qalır. Burada yaranan bu düzbucaqlı üçbucağa baxsaq, Pifaqora görə R-in kvadratı bərabərdir 6-nın kvadratı üstəgəl 18 çıx R-in kvadratına. Bu şəkildə yaza bilərik. Deməli, düzbucaqlı üçbucağı tamamlaqla. Bura bir fərqləndirmək üçün bir dənə də hərf yazacaq ki, tam başa düşün. Burada bir nə yazaq? K yazmışıq. Burada bir C nöqtəsi yazaq. Deməli, OC məsafəsi bizdə R-dirsə, OC məsafəsi R-dirsə və GF-in uzunluğu da 18-dir. OC R-dirsə, onda OF-ə qalır 18 çıxır. OF 18 çıxır, TF 6, deməli, buraya yazaq, TF də 6 olduğuna görə OTF olur düzbucaqlı üçbucaq. OTF düzbucaqlı üçbucağında da OT-nin də radius olduğuna görə OT-nin kvadratı, yəni radiusun kvadratı bərabərdir. TF-in kvadratı 6-nın kvadratı üstəgəl 18 minus R-in kvadratına. Bu şəkildə yazırıq. Bunu həll edək. Buradan R-in kvadratı bərabərdir 6-nın kvadratı üstəgəl 18 324 çıxılsın 36 R üstəgəl R kvadratı. Üstəgəlinsin R kvadratı. R kvadratları islah olunacaq. Bu tərəfdən təmiz yer tapaq yazaq. R kvadratı islah olunur. Qalır 36 R bərabərdir. 324 ilə 36-nı toplasaq olacaq. Deməli 324 üstəgəl 36. 36 R bərabərdir 360-a. R də bərabərdir 10-a. R-i 10 tapdıq. R-imiz 10-dursa bizdən AB məsafəsini istəyir. AB də həm də çevrənin diametri olduğu üçün onda baxın, məsəl üçün belə çəksək, çevrənin diametri olduğu üçün AB. Ona ki, radius 10-dursa onda AB də olacaq bizdə 20. AB də olacaq 20. Baxıram 29-cu suala. 29-cu sualda radiusları 15.7 olan iki çevrə xaricdən toxunur. Kiçik çevrənin A nöqtəsindən birinci çevrənin mərkəzlərini qeyd edək. Bu O olsun. Bu da O1. Deyir ki, kiçik çevrə A nöqtəsindən çevrələrin mərkəzlərini birləşdirən parçaya. Çevrələrin mərkəzlərini birləşdirən parçanı da çəkək. Çəkdik. Demək, çevrələn mərkəzlərini birləşdirən parça belə çəkək. Bu şəkildə olsun. Bu O1, bu da O'dur. Çevrələn mərkəzlərini birləşdirən parçaya paralel keçirilən toxunan böyük çevrənin B və C nöqtələrinə kəsir. Və bir dənə də A-dan toxunan çəkirik. A-dan çəkilmiş toxunan. Bir saniyə. Şəkil çəkdim axır ki. Radiusları 15.7 olan iki çevrə xaricdən toxunur. Kiçik çevrənin A nöqtəsindən çəkdim və pozdum. Kiçik çevrənin A nöqtəsindən çevrələrin mərkəzlərini birləşdirən parçaya paralel keçirilən toxunan. Bu çevrələrin mərkəzləri olsun. Bu O olsun. Bu da O1 olsun. Bu O1-ə paralel bir dənə kiçiyə toxunan və böyük kəsən bir parça çəkilir. Yəni, bura B və bu da C nöqtəsində kəsən. Deməli, ki, kiçik çevrənin A nöqtəsindən çevrələrin mərkəzlərini birləşdirən parçaya paralel keçirilən toxunan böyük çevrənin B və C nöqtəsinə kəsir. Toxunan keçirilir və böyük çevrənin B və C nöqtəsinə kəsir. AB-ni istəyir bizdən. AB-nin uzunluğu. Radiusları 15.7-dir. Deməli, bizdə AC paraleldir O1-ə. Paraleldir. Radiusları da 15.7-dir. Biz bilirik ki, toxunana buradan bu toxunan ona perpendikulyar olacaq. Bura perpendikulyar. Və bu da perpendikulyardır. Paralel düz xətlər arasında
demək, həm məsafələr bərabər olur, həm də bucaqlar düz bucaqdır. Buradan radiusumuzu da çəkək. Bu böyüyün radiusudur OB. Bu 17'dir. O1A da bizdə 15'dir. Burada bir baxsaq trapeziya yaranır. Baxsaq, deməli bu trapeziya yaranır. Trapeziyanın oturacağı eyni qaydada 17'dir. Burada 15'dir. 15. Yəni O1 32'dir. O1 32'dir. AB-ni istəyir bizdən. Belə bir hündürlük çəksək, onda bu da 15 olur. Paralel qarşısı məsafə bərabər olduğuna 15 olur. 15, 17. Bu hissəni silirəm. Demək 15, 17. Pifagora görə bura bir k yazıram. Bura bir x yazıram. X-in kvadratı bərabərdir 17'nin kvadratı çıx 15'in kvadratına. Buradan da x kvadratı bərabərdir 289 çıx 225. 225 bu eləyəcək x kvadratı 64, x olacaq 8. X 8'dir. Bura 8'dirsə, onda ümumi bu radius 15 idi, bu hissəyə 7 qaldı. Paralel düz xətlər olduğuna görə, BK AO1-ə bərabər olduğundan, onda AB məsafəsi də bərabər olur bizdə KO1-ə. KO1 də 7 üstəgəl 15'dir. 7 üstəgəl 15, yəni 22. Bu isə doğru 22.